Salam, əziz və hörmətli izləyicilərimiz. Bu günləri cümə günü 9 may Qələbə bayramı. Mən gəldim Qaranbul qəsəbəsində, Qaranbul qəbristanlığında nəşr güməşən əbədi uyuyan şəhidlərimizin ziyarətidir. Allah bütün dünyadan keçən şəhidlərimizin həmçinə rəhmət eləsin. Bu Rəbbim onların yerini nura qərq eləsin inşallah. Allah bütün şəhid analarımızın göz yaşlarını, sevinç yaşlarına doldursun. Biz onlarla fəxr edirik. Bizim gözəl şəhidlərimiz, bizim əbədi bu yalan dünyanı tərk edən şəhidlərimiz, bizim yolumuzda canlarını qoyan şəhidlərimiz, bizim uğrumuzda, bizim gələcəyimizdə tarixlərimizə yazılan şəhidlərimiz. Allah hər birisinə rəhmət etsin və onları Rəbbim özü cənnətlə müjdələndirsin. Əziz izləyicilər, hörmətli izləyicilər, şəhidlər bizim qan yaddaşımızdır. Biz onları unutmadıq, unutmarıq və unutmayacağıq. Allah bütün şəhid analarına səbir və qazilərimizə can sağlığı versin və ulu öndərimiz cənab prezidentimizə uzun ömür, can sağlığı əta etsin ki, onun sayəsində və ordumuzun, xalqımızın, millətimizin sayəsində biz bu günləri firavan yaşayırıq, gözəl yaşayırıq və hər bir günümüzə, hər bir anımıza, hər bir sakit və dinç anlarımıza şükür edirik. Ey vətən sevən Azərbaycan xalqımız, gənclərimiz, vətənimizi sevənlərimiz, vətənpərvərlərimiz, Allah hər birinizə uzun ömür, can sağlığı versin. Gəlin, tarix yazan tariximizi unutmayalım. Hörmətlə Azərbaycan Respublikası Mərkəzi Aran Regional Dövlət Təşkilatının üzvü Məhəbbət Bayramı.